Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vahdahu vessalatu vesselamu ala nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Amma ba'd. Fe inne asdaqal hadisi kitabullah ve hayral hadi Muhammedin sallallahu aleyhi ve alihi ve sellem ve şerrü umuri muhtesatuhâ ve kulle muhtesetin bid'a ve kulle bid'atin dalâle ve kulle dalâletin finnâr. Möhtərəm qardaşlar, mən də hər birinizi Allah subhanahu wa ta'ala'nın salamı ilə salamlayıram. Esselamu aleykum və rəhmətullah. Və həmçində bütün təbriklərə qoşuluram və qardaşımızın qızını və həmçində bəyi təbrik edirəm. Allah subhanahu wa ta'ala onları xeyir üzərində cəm eləsin. Sözsüz ki, çətindir danışmaq. Necə bilirsiniz, müəllimimiz buradadır. Çox çətindir bizim üçün. Allah ona bərəkət versin, Allah elmini artırsın. Amma nəsiyyət istəniləndə artıq üzərimizə vacib düşür. Bizim də bir yeni deyəcək bir şeyimiz yoxdur. Yalnız xatırlatmaq. Allah subhanahu wa ta'ala Quran-ı Kərimdə deyir, xatırlar, həqiqətən xatırlatmaq möminlərə fayda verər. Çünki bizdən qabaq artıq sözlər deyilibdir və artıq qələmlərlə quruyubdur. Biz yalnız nə qillə bilərik? O da ki, nəyə bir icada veriblərsə onu, Allahın dinindən. Mən həm qardaşımıza, həm bacımıza, həmçində burada iştirak edən hər bir qardaşımla və ilk olaraq da öz nəfsimə nəyi tövsiyələrin böyükündə La ilahe illallah kəlməsini, yəni nə dərəcədə o öz-özlüyündə bərqərar edibdir, nə dərəcədə Allah subhanahu wa ta'ala'nın ona əmri gələndə, nə dərəcədə Allah subhanahu wa ta'ala'nın ona bir qadağası gələndə ona boyun əyir. Bilirsiniz qardaşlar, bütün səmalar, 7 qat səma və yer və onun arasında olan hər bir şey nə varsa, tərəzinin bir ölçüsünə qoyulsaydı və la ilə Allah başqa birinə, la ilə Allah kəlməsi ondan ağır gələrdi. Və görün, Allah subhanahu wa ta'ala bizə necə əzəmətli sözü demək ilə və nələr ilə bilərik. Mən sizə bir dənə misal çəkmək istəyirəm. Misal da ki, və ondan sonra bir fikirləşək, özümüzdən başlayıb, görək həqiqətən də mi biz Allahın əmrinə belə mi boyun əyirik? Həcər anamızı. Baxın, İbrahim aleyhissalam neçə illər övladı olmur. Sonra olandan sonra Allah subhanahu wa ta'ala tərəfindən əmr gəlir. Əmr gəlir ki, gətir. Həmən o Kəbə olan, ev olan yer ətrafına qoy və get. Nə var idi orada? Bugün gündə gedənlər gedir, gedənlərə Allah subhanahu bir daha nəsib eləsin, getməyənlərə də nəsib eləsin. Heç bir şey yox idi. Səhralıq idi. Bir fikirləş, ola bilsin, sən böyük gündə öz ailəni, uşağınla evində belə tək qoymağa ehtiyat eləyərsən. Gör, Allahın əmri gəlir, apar, səhraya qoy və get. Və Həcər anamız neyib? Arxadan deyir, bizi burada mı qoyub geysən? Və İbrahim aleyhissalam sönmür. Niyə görə sönmür, qardaşlar? Ona görə ki, İsmail aleyhissalamı görüb birdən ürəyə yumuşalardı. Allahın əmri idi, gedir. Görün, nə deyir? Və budur tövhid. Diqqət edin. Nə deyir Həcər anamız? Bunu sənə Allah mı əmr eləyir? Allah əmrə? Bunu Allah mı əmr eləyir sənə? Deyir, bəli. Bunu Allah əmr eləyir sənə. Nə deyir Həcər anamız? Ondan sonra sakitləşir. Deyir, onda Allah bizi burada başlı başına bırakmaz. Və bu tövhid. Və budur la ilahe illallah. Allahın əmri gəldi həmən.
alimlər gətirir ki, yəni əsas, müsibətlərin əsası 5-dir. Və həmən o 5 müsibət, hamısı Həcr namazda o günlərin cəm olur. Birincisi nədir? Xavf, qorxu, cür, acılıq və yəni malın, dövlətin olmaması və ənfus, yəni insanların olmaması və səmərat, bitki, meyvə, yəni simarın olmaması və bu müsibətlərin 5-i də Həcr namazda o günlərin cəm olur. O neyinir? O onu gözəl şəkildə qarşılayır. Və Allah subhanahu teala bunu bizə bildirib Bəqərə surəsinin 155-156-cı ayəsinə وَلَنُنَبْلِوَنَّكُمْ بِشَيْءٍ مِنَ الْخَوْفِ وَالْجُوعِ وَنَقْصٍ مِنَ الْأَمْوَالِ وَالْأَنْفُسِ وَالثَّمَرَاتِ وَبَشِّرِ الصَّابِرِينَ الَّذِينَ إِذَا أَصَابَتْهُمْ مُصِيبَةٌ قَالُوا إِنَّا لِلَّهِ وَإِنَّا إِلَيْهِ رَاجِعُونَ. Biz sizi biraz qorxu, baxın qorxu, biraz aclıq, biraz da mal dövlət, insan və məhsul itkisi ilə sınayaraq. Həcr namazda bu 5 dənə müsibət, 5-i də birdən gəlir. Təsəvvürdə heç kim yoxdur, heç bir şey. Yəni bu bilirsiniz də, yəni həqiqi mənada çətin məsələdir. Amma budur bax, ilk gələndə qarşılamaq imtihanı və həmçindəki sənə gələn o əmirlər və bu nə etməliyik? Öz nəfsimizlə danışmalıyıq. Biz beləyikmi? Mütləq şəkildə. Sonra misal Allah subhanahu wa ta'ala deyir, səbir edənlərə müjdə ver. O kəslər ki, yəni onların başlarına bir müsibət gəldiyi zaman deyərlər, biz Allahdanıq, yəni Allaha məxsusuq və ona tərəf, ona qaydacaq deyərlər. Yəni biz Allaha məxsusuq, əgər bunu sən özündə bərqərar edə bilsən, hər şey rahat olacaqdır. Necə? Sənin nəyin var idi və nəyin var? Hamısı Allahdandır. Sən bunu o müsibətçi gələndə, əmirçi gələndə, həmən özündə bərqərar edə bilsən, Allahın çox rahat olacaq. Sən Allaha məxsussan. Nəyin varsa, hamısı Allaha məxsusdur. Həmən gələndə bunu artıq özündə dərk eləsən və təsbit eləsən, rahat olacaq. Amma o ki, yox, biraz ki, səndən sonra artıq sən o şeydən barışsan, gələn müsibətlə və yaxud da gələn bir bəlala, Allah hər birimizi qorusun, o halda artıq, yəni ki, əcrini qazanmırsan. Və indi isə qardaşlar, baxın, görün, tövhid neynədir? Bugünkü gündə qorxu dedik. Ən təhlükəsiz yer haradır? Məkkə. Düzdürmü? Aclıq dedik. Bugünkü gündə ən adsız yer oradır. Niyə görürsünüz? Elə kəffarələr var ki, sən onu başqa yerdə ödeyə bilmərsən. Elə fidyalar var ki, başqa yerdə ödeyə bilmərsən onu. Mütləq şəkildə Məkkədə eləmərsən. Düzdürmü? Mal, dövlət. Bugünkü gündə qardaşlarım, Kəbə ətrafında olan torpağın qiymətinin sayı, hesabı, yəni pula çevirsək, heç bir dünyada onun o qədər dəyəri yoxdur. Heç bir yeri deyə bilməz. Ən dəyərli yerdir. Və insanlar hamı ora gedir. Sürür, bütün müsəlmanlar. Nəyin səmarıdır? Tövhidin. Və həmçində fikir verin, qardaşlarım. Həcr anamızın, çox mövzunu uzatmaq istəmirəm, Həcr anamızın belə getdiyi ayağın izləri var. Sən onu eləməsən, sənin nə ümrən, nə həccin düzgün deyil. Çünki səy rukunlardandır. Həmən o Həcr anamızın getdiyi yerə mütləq gelib gəlməz. Fikir verin, Allah subhanahu neynədir? Həmən o 5 şeyi dəyişdi. Sən də bugün gündə, mən də qardaşlarım, Allahın əmri gələndə belə boyun əyə bilirikmi? Demək, əyə bilmiriksə, onda helən bizim tövhidimizdə zəiflik var. Bəzilər deyir ki, tövhiddən çox danışsınız.
əqidədən çox danışırsınız. Əlbəttə ki, bu insanlar yəni tövhidin tam şəkildə nə olduqlarını bilmirlər. Əqidənin nə olduqlarını bilmirlər. Əksinə, ən çox danışılan şey bu olmalıdır. Allah Resulü s.ə.v 13 il Məkkədə yalnız la ilahe illallahdan danışdı. Yəni, ömrümüzün hamısını həsr edəcək ona yenə də azdır. Allah müvəffəq eləsin hər birimizi ki, Allah subhanahu ta'alənin bir əmri gələndə həmən boynaya bilək. Bir qadağası gələndə ondan çəkinə bilək. Bu mühümdür və həmçində ki, bu yeni ailə quranlar tövsiyəm odur ki, əgərlərim Allahın dini üzərində ailələrini qurarlarsa, ilk adımlarını o halda Allahın izniyle xoşbəxt bir ailə olarlar. Və beləncini Allah sonra necə ki, Məkkəyə bərəkət verdi, Allah subhanahu Allahın izniyle inşallah onların ailəsinə belə bərəkət verər. Və bütün xeyir Allahın dinindədir. Vallahi ki, fikir ver, elə ətrafımızda olan qardaşlara. Görürsən, bir vaxt var, elə çatı bir ki, Allah subhanahu indi imkanlandırıb onu, dövlətləndirib. Nə iləndir, nəyin sayəsindədir? Yəni ki, o biraz da olsa, o olan elmin, tövhidin. Allah subhanahu bizi bu dünyadan tövhid kəlməsi üzərində köçən qulağını eləsin. Husn-u xatim üzərində. Baxın, İsmail əleyhissalam. Sonra nə olur? Böyüyür. Onlara icazə verilir görüşməyə. Neçə il İbrahim əleyhissalam övlad gözlədi. Sonra Allah subhanahu verdi ona və əmr elədi ki, apar qoy səhraya. Sonra böyüyür, yetkinlik yaşa çatır, evlənir. Sonra isə izin verilir bir neçə ildən sonra isə Allah subhanahu əmr edir ki, get oğlunu kəs Allah yolunda. Hansı birimiz eləyə bilərik? İsmail əleyhissalamın görün tövhidinə baxın. Deyir, oğlum, belə yuxu gördüm. Deyir, Allah, deyir, atacan, Allah sənə nə əmr edirsə onu yerinə yetir. Onu yerinə yetir. Çünki bilirik ki, Peyğəmbərlərin yuxusu vəhvdir. Allah bizə istifayələn eləsin, qardaşlar. Allah hər birimizə bərəkət versin. Allah subhanahu ölkəmizi qorusun. Allah subhanahu xalqımıza, millətimizə hidayət versin. Allah subhanahu teala dövlət başçımıza düzgün şəkildə qərarlar verməyə daim kömək olsun. Və Allah subhanahu onun ətrafını daim salih insanlar eləsin. Və Allah subhanahu diləyirəm ki, o ki bizim sərhədləri qoruyurlar, saldatlar, Allah onlara güc qüvvət versin. Və hansılar ki, dünyasını dəyişiblər, müsəlmanlar bizim Qarabağ müharibələrimizdə, Allah onların şəhidlərini qəbul eləsin və həmçində qazilərimizə də şəfa versin. Allah daha doğrusunu bilir. Subhanakallahumma bihamdik, əşhədu ən la ilahə illə əntə, əstəğfiruka və etûbü ileyk.